Salam uşaqlar. Funksiya mövzusu 4-cü bölmənin izahını verirəm. Mürəkkəb funksiya, tərs funksiya mövzusu. Deməli, belə bir qrafik verib birinci sualımızda. Deyir ki, bu funksiyanın təyin oblasını tap. Bilməli olduğumuz odur ki, təyin oblast x-in ala biləcəyi qiymətlərdir. X-imizin ən kiçik qiyməti -2-dir, ən böyüyü də 3-dür. Deməli, bu ifadənin təyin oblastı -2, 3-dür. Əgər qiymətlər çoxluğu desəydik, y-in ala biləcəyi qiymətlərə baxacaqdım. Bu şəkil üçün -1, 3 olmuş olacaqdı. Gəlirik 3-cü suala. Deyir ki, hansı funksiyanın təyin oblastı 3-dən başqa bütün ədədlər çoxluğu ola bilər. Bu deməkdir ki, baxırıq variantlardan hamısı kəsirdir. Kəsir olduğu üçün belə deyim, hansının məxrəcinə yalnız 3 qoyanda 0 eləyəcəksə, həmin ifadənin təyin oblastı 3-dən başqa bütün ədədlərdir. Bu tip misallarda burada uşaqlar deyir ki, müəllimə, A variantında da x-in yerinə 3 qoyanda məxrəc 0 eləyir. B variantında da x-in yerinə 3 qoyanda məxrəc 0 eləyir. Yaxşı, bəs müəllimə biz hansını götürək? Uşaq nəzərə almalıdır ki, A variantında x kvadratı 9-u 0-a bərabər eləsə, buradan x kvadratı bərabərdir 9, x bərabərdir plus minus 3. Yəni, bu ifadənin təyin oblastı müsbət mənfi 3-dən başqa bütün ədədlər ola bilər. Bir dənə mənfi müsbət 3 olanmaz. Burada 2 qiyməti oldu da 3 və mənfi 3-dən başqa bütün ədədlərdir. Amma bizə sadəcə 3-dən başqa bütün ədədlər. Baxın, bunun məxrəcini 0-dan fərqli qoysaq, x fərqlidir 6, x fərqlidir 3 alır. Yəni, bir dənə 3-dən başqa bütün ədədlər olur. Ona görə də cavab A variantı yox, B variantı olmuş oldu. Keçirik 5-ci suala. 5-ci sualımızda bizə qrafik verilib. Özü bu sual buraxılışa düşmüş sualdır. Əslində çox rahat bir sualdır. Belə bir şəkil verib, bura A nöqtəsi qeyd edib və funksiyasını verib onun ki, x kvadratı çıxılsın 4 bölünsün x kvadratı plus 2-dir. Bizə deyir ki, A nöqtəsinin koordinatını tap. Birinci bunu bilməliyik ki, A nöqtəsi x oxu üzərindədir. Deməli, funksiyanın qrafiki x oxunu kəsirsə, bu funksiyanın y-i 0-dır. Yəni, y-i 0-dır. Yəni, bu ifadəni 0-a bərabər edirəm. X kvadratı çıxılsın 4 bölünsün x kvadrat plus 2-ni 0-a bərabər edirəm. Və biz bilirik ki, kəsir 0-a bərabərdirsə, məxrəc 0 ola bilməz heç var. Sürət 0-dır. Yəni, x kvadratı çıx 4-ü 0-a bərabər edirəm. X kvadratı bərabərdir 4-ə. X də bərabərdir plus minus 2-yə. Deməli, bura mənfi 2-dir. Bu tərəf isə müsbət 2 olmalıdır təbii ki. A nöqtəsinin koordinatı müsbət 2, 0 olacaq. Çünki A nöqtəsi x oxundan, koordinat oxunda sağda yerləşir. Solda yerləşsəydi y oxuna nəzərən, o zaman mənfi olmuş olacaqdı. Keçirik 6-cı sual. Kök altında ifadə verib və təyin oblastını istəyir. Biz bilirik ki, kök altı ifadə həmişə cüt qüvvətdən mənfi olmalıdır, müsbət olmalıdır. Mənfi olduqda mənası yoxdur. Deməli, burada da kök altında olan ifadənin təyin oblastını tapmaq üçün kökün altındakı ifadəni böyükdür, bərabərdir 0 qoymalıyıq. Deməli, bu ifadənin təyin oblastını tapıramsa, kökün altındakı bütöv ifadəni böyükdür, bərabərdir 0 qoyuram və bu bərabərsizliyi həll edirəm. Demişik, ayrı-ayrı 0-a bərabər edirik, intervallar metodudur. Sonra onu ədəd oxunda qeyd edirik. X kvadrat plus 7 bərabərdir 0. Buradan x kvadratın mənfi 7 alırıq. Bunun mənası yoxdur. X kvadrat mənfi olamaz. Bir də qalır 4 çıx x bərabərdir 0. Buradan da x-i 4 almış oluruq. Ədəd oxu çəkirəm. Ədədlərimi düzüm və intervalıyım. Mənfi 5 və 4. Və bir şey nəzərə almaq lazımdır. Bunu rasional bərabərsizlikdə demişdik. Məxrəci, nə olsun ki, böyük bərabər qoymuşuq. Məxrəcdən alınan ədədi daxil götürmürük heç vaxt. Çünki məxrəc 0 olanmaz. Yəni 4-ü daxil götürmürəm, 5-i isə daxil götürdüm. Ona görə içini qaraladım. Və 4-dən böyük bir ədəd qoyub yerinə yoxlayırıq ki, mənfidir, ya ifadə müsbətdir. Mən 4-dən böyük, ta ki 6 qoyuram, 5 də qoya biləriz. Fərqi yoxdur, mən 6 qoydum. Bura 6 qoysam 5 plus 6 bölünsün 4 çıx 6. Deyirsiniz, müəllim, bura niyə qoymadınız? Uşaqlar, onsuz da bunun mənası yoxdur da. Yəni, o ifadə onsuz demişəm müsbətdir ona görə. 5 plus 6, 11, 4 çıx 6 mənfi 2-dir. Mən müsbəti mənfi bölürəmsə mənfi. Mənfi, müsbət, bu da mənfi olacaq. Çünki mötərizənin başında kvadrat yoxdur. Böyüdür 0 deyirsə, yəni müsbət olduğu hissələri istəyir. Müsbəti ara qoymuşuq mənfi 5 ilə 4-ün arasına. Mənfi 5 daxildir deyə mötərizəsi kvadratik oldu. 4 daxil deyil deyə mötərizəsi adi mötərizə olmuş oldu. 7-ci sualı da yazıram. Niyə yazacağım? Çünki 7-ci sualda
Məxrəcə kök daxil deyil, ancaq sürətə daxildir o. İndi onun gələk həll edək. 7-ci sual. Deməli, ifadəmiz belədir. Yuxarıda verib x kvadratı plus 11. Məxrəcdə isə verib x kvadrat çıx 4x plus 18. Deməli, biz əslində x kvadratı plus 11 böyükdür, bərabərdir 0 qoymalıyıq. Çünki kök müsbət olmalıdır. Və nəzərə alırıq, onsuz da x kvadratı böyükdür, bərabərdir mənfi 11. Bu istənilən ədəd ola bilər, mənfi sonsuzda müsbət sonsuz. Çünki istənilən ədədin kvadratı müsbətdir və istənilən müsbət ədəd mənfi 11-dən böyükdür. Bu belə. Bir də nəyi nəzərə almalıyıq? Məxrəcdir. Məxrəc 0 ola bilməz. X kvadrat çıx 4x plus 18-i fərqlidir 0 qoymalıyıq. Bunun diskriminantını tapanda olur 4-ün kvadratı çıxsın 4 vur 1 vur 18. Yəni 16 çıx 72. Diskriminant mənfi edir. Diskriminant mənfi eləmək o deməkdir. Bu tənliyin həlli yoxdur. Yəni bu ifadə heç vaxt 0-a bərabər olmur. Yəni x-in yerinə nə qoyursan qoy, məxrəc 0 eləmir deyə x-in bütün qiymətində ifadənin mənası var. Yəni ifadənin təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq olmuş oldu. Çünki məxrəc heç vaxt 0 olmur, sürət də heç vaxt mənfi eləmir. Yəni kök həmişə müsbət alınır deyə istənilən ədəd ifadənin təyin oblastina aiddir. Keçirik 8-ci suala. Deməli, əslində 8-ci sualı həll eləmək olar. Şifahi də tapmaq olar. Necə şifahi tapmaq olar? Onu izah edeyim sizə. Uşaqlar. Birinci baxıram ki, kök altında ifadədir, düzdürmü? Kök altı ifadə heç vaxt mənfi olmur. Yəni, koordinat sistemində x oxundan aşağı düşməməlidir. Ona görə də x oxundan aşağı düşmədiyinə görə B variantı görsə x oxundan aşağıdır, getdi. C variantı da mənfiyə düşüb getdi. Y variantı x oxundan aşağıda hissə var. Yəni, ya cavabımız A variantıdır, yəni belə. Bura 4-dür. Ya da D variantıdır. Bu A'dır, ya bu da D'dir. D variantını çəkirəm. Ya da ki D variantıdır. İndi hansı olduğunu yoxlayaq. Deməli, bu nöqtələr nədir? Funksiyanın x oxunun kəsdiyi yerlər. Funksiya x oxunun kəsirsə nə olur? Y-i 0 olur. Yəni bunu 0-a bərabər edirəm. Heç kvadrat kökü aparır, qalır modulda x çıx 4. Modulda x çıx 4-ü 0-a bərabər eləyəndə modulda x bərabərdir 4-ə. X bərabərdir plus minus 4-ə. Deməli, x-in mənfi 4 və müsbət 4 olmalıdır. Burada x-in yalnız müsbət 4-dür. Amma burada baxın, x-in mənfi 4 və 4 var. Deməli, cavab olacaq D variantı uşaqlar. Davam edirik 10-cu sualla. 10-cu sualımızda nə deyir? Deyir ki, kök altında bir dənə funksiya verib təyin oblastını istəyir. Demişik ki, kökün altında istənilən funksiyanın təyin oblastını tapanda kökün altındakı ifadəni böyükdür, bərabərdir 0 qoymaq lazımdır. Deməli, gəlin bu ifadəni böyükdür, bərabərdir 0 qoyaq. Mənfiyə bölürəm. Mənfiyə böldüyüm üçün bərabərsizlik işarəsini dəyişdi. Bunu da ümumiyyətlə köklərini tapıram. Vuranda mənfi 12, toplayanda isə müsbət 4 eləyən ədəd lazımdır bizə. Mənfi 2 ilə müsbət 6-dır. Vuranda mənfi 12 edir, toplayanda isə müsbət 4 eləmiş olur. Və kvadrat bərabərsidə intervallaya da bilərsiniz. Amma intervallamıram. Demişik ki, kvadrat bərabərsi kiçikdir olanda aldığımız ədədlər tənliyimizin kökü olmuş olur. Yəni, mənfi 2-6 arası bizim tənliyimizin köküdür. Keçirik 12-ci suala uşaqlar. Gəlin baxaq. 12-ci sualımız. Sualımız belədir. Y bərabərdir 1 bölünsün. Kök altda x kvadratı çıx 16 təyin oblastını istəyir. Nəzərə almalıyıq. Kök mənfi olmamalıdır. Yəni x kvadratı çıx 16 normalda böyükdür, bərabərdir 0 qoymalı idik. Amma məxrəcdədir bu kök. Məxrəc 0 ola bilərmi? Yox. Ona görə də böyük bərabər yox, böyükdür 0 qoyuram. Bunu da x çıx 4, x plus 4 kimi vuruqlara ayırıram. Ayrı-ayrı 0-a bərabər edəndə x çıx 4-ü 0-a bərabər edədim, x oldu 4. X plus 4-ü 0-a bərabər edəndə mənfi 4. Yenə də intervallaya bilərəm, amma intervallamıram. Bərabərlikdə böyüdürsə, cavab da böyük olmalıdır. Yəni, mənfi sonsuzluq, mənfi 4 birləşir 4 müsbət sonsuzluq. İstəsəz intervallaya da bilərsiniz. Deməli, oldu D variantı uşaqlar. Və uşaqlar 13-cü sualı yazıram. Əslində 12-ni yazdım, 14-ü yazmayacağım. 12 ilə 14-ü eynidir. 13-ü yazıram, 15-i yazmayacağım. Eyni misaldandır. İndi 13-ü yazıram sizin üçün. Deməli, 13-cü sualımız belədir. Y bərabərdir kökün altında
4 çıx x kvadratıdır uşaqlar. Deməli bizdən istəyir bunun təyin oblasını. Yenə kökdür. Kökün altındakı ifadənin təyin oblasını tapanda böyükdür, bərabərdir 0 qoyuruq. Mənfiyə bölürəm. Bərabərsizlik işarəsini dəyişir. Vuruqları ayırıram. X çıx 2, x plus 2. Hərəsini ayrı-ayrı 0-a bərabərində buradan 2 alıram. Bunu 0-a bərabərində mənfi 2 alıram. Və dedik ki, kvadrat bərabərində kiçik olanda aldığım ədədlər mənim həllimdir. Yəni mənfi 2 mənim bərabərsizliyimin həllidir. 14-cü sual 12-ci sualla, 15-ci sualda 13-cü sualla eynidir. Ona görə də 16-cı suala keçirəm. Deməli 16-cı sualda deyir ki, funksiyanın tərsini tap. Deməli fx bərabərdir 3x çıx 1 funksiyasının tərsini tap. Mən bunu bu formada yazıram. Y bərabərdir 3x çıx 1. Əslində bu ifadə eləmək olar. Necə? Çıx 1-in tərsi nə olur? Üstə gəl 1. 3-ə vurmanın tərsi nə olur? 3-ə bölmək olur. Yəni x plus 1 böl 3 olmuş olacaq. Amma belə elmi həllinə də gələr. Funksiyanın tərsini tapanda x-in yerinə y, y-in yerinə isə x yazırıq. Deməli, y-in yerinə x yazdım. Bu x-in yerinə isə y yazdım. İndi buradan y-i tapmaq lazımdır. Və salam, 1-i keçirirəm o tərəfə. X plus 1 bərabərdir 3y. Yəni, 3y bərabərdir x plus 1 və 3-ə bölürəm. Y bərabərdir x plus 1 böl 3. Və salam, tərs funksiyan x plus 1 böl 3'dür. Yəni bu əvvəlindəki y, jx, hx onun heç bir əhəmiyyəti yoxdur da. O funksiya olduğunu göstərir uşaqlar. Deməli 18, 19 hamısı eyni misallardandır, amma hər ehtimal 19'u biraz yazacağım. Kəsr xəttidir falandır deyə yazaq. Deməli 19-cu sualımız yenə fx bərabərdir 1 bölünsün x çıx 1 plus 1 ifadəsidir. Yəni mən bunu y ilə ifadə edeyim ki, uşaqlar saç baş qalmasın. Belə bir ifadəm var. İndi x-in yerinə y yazıram. Y-in də yerinə x yazıram. Dəyişdim yerlərini. İndi uşaqlar buradan y-i tapmaq lazım. Ona görə 1-i keçirək o tərəfə. X çıx 1 bərabərdir 1 bölünsün y çıx 1. Bunda nəzərə alırıq. Məxrəci 1-dir. Çarpaz vururuq. X çıx 1 vurulsun y çıx 1 bərabərdir. 1-i 1-ə vuranda 1. Buradan y çıx 1 bərabərdir 1 bölünsün x çıx 1. Bir anda 1-i bu tərəfə keçirirəm. Y bərabərdir 1 bölünsün x çıx 1. Üstə gəl, kənarda 1. Belə cavab yoxdur. Ortaq gətirək. Ortaq gətirəndə bu 1-in məxrəci 1 sayılır. Bunu vururam x çıx 1-ə, bunu isə 1-ə. Deməli, mənim məxrəcim olur x çıx 1-i 1-ə vuranda x çıx 1. Sürətim 1-i 1-ə vururam 1. Üstə gəl 1-i x çıx 1-ə vururam x çıx 1. Sürətdə bu 1-lər ixtisar olunur. X bölünsün x çıx 1 olmuş oldu. Və salam. Sadəcə ortaq gətirdim uşaqlar. Cavab oldu Y variantı. İndi isə uşaqlar yazıram 20-ci sualla. 20-ci sual əslində bayaq yazdığım 5-ci sualı oxşuyur. Orada x oxunu kəsmişdi. 20-ci sualda, 21-ci sualda isə y oxunu kəsir. Amma 22-ci sualda yenidən təzədən x oxunu kəsir. 22-ci sual 5-ci sualla eynidir. Amma 20 ilə 21-də dəyişən nədir? Sadəcə funksiyanın qrafiki y oxunu kəsirdir. İndi ona aid də nümunə yazaq. Deməli, y oxunu kəsirsə nə baş verirdi? X-imiz 0 olmalıydı. Gəlin 20-ci misalı yazaq. Deməli, bizim belə bir qrafik verib A nöqtəsini bura qoyub bizdən A-nı tapmağı istəyir. Nəzərə almalıyıq ki, A nöqtəsi funksiyanın y oxunu kəsdiyi yerdir. Funksiya y oxunu kəsirsə x-i 0'dır. X-dən yəni 0 qoyacağım deməli. 0'ın kvadratı çıx 4 bölünsün 0'ın kvadratı plus 2 mənfi 4 böl 2. Bu deyir mənfi 2. A nöqtəsinin koordinatı x-i 0, y isə mənfi 2 almış olduq. Əssalam. Deməli uşaqlar 23-cü sualı yazmıram. Təyin oblası istəyir. Misal 13 ilə eyni şeydir. X kvadratı çıx 9 bölü bərabərdir 0 qoyub həll eləmək lazımdır. Yazmıram, amma 24-cü sualı deyirəm. 24, 25, 26, 27. 4-ünün də cavabı eyni şeydir elə. İndi izah edeyim niyə eynidir. 5-ci dərəcədən x plus 1 verib təyin oblası istəyir. Təyin oblası x-in ala biləcəyi qiymətlərdir və kökün dərəcəsi tək qüvvətli deyə. Bu mənfi də ola bilər, müsbət də ola bilər. Kökün dərəcəsi məsələn 6 olsaydı, məcbur idin ki, x plus 1 böyükdür, bərabərdir 0 qoyaq. Niyə? Deyirdik ki, cüt qüvvət mənfi ola bilməz. Amma tək qüvvət hər şey ola bilər. Mənfi də olsa, müsbət də olsa bunun mənası var. Deməli, ona görə də kökün dərəcəsi tək qüvvət olanda onu həll eləməyə ehtiyac yoxdur. Kökün dərəcəsi tək qüvvətsə x hər şey ola bilər. Yəni mənfi sonsuz, müsbət sonsuz. 24, 25, 26, 27 hamısının cavabı mənfi sonsuzluq, müsbət sonsuzluq olmuş olacaq. Keçək 28-ci suala. 28-ci sualımızda
Gəlin 28-ci sualımıza baxaq. Sualda deyir ki, yenə təyin oblast deyir. 1 çıx x bölünsün kök altında 5 çıx modulda x. Nəyi nəzərə almalıyıq? Uşaqlar, burada birinci kök var. Kök mənfi ola bilməz. Yəni 5 çıx x böyüdür bərabərdir 0 qoymalıydıq kökə görə. Amma biz bərabər qoymayacağıq. Niyə? Çünki məxrəc 0 ola bilməz. Sürətdə kök yoxdur deyə sürəti heç nə eləməyəcəm. Sürətdə kök olsaydı nəzərə alardım ki, o da müsbət olmalıdır. Amma sürətdə kök yoxdur deyə sürətin elə bir qaydası yoxdur ki, ya mənfi olmaz, ya 0 olmaz deyə sürətə dəyməyəcəm. Bunu həll edirəm. Mənfi x böyüdür mənfi 5-dən. Mənfiyə bölürəm, x kiçikdir 5-dən. 2 qat bərabərsi kimi bilirik ki, modulu bərabərsi kiçik olan halını 2 qat bərabərsi kimi də həll eləmək olar. Bir tərəfinə mənfi 5, bir tərəfinə də 5 yazırıq. Yadımızdadırsa uşaqlar. Yəni mənfi 5 aralıqdır və yaxud sistem bərabərsi kimi də həll edə bilərsiniz. Amma mənə belə daha rahatdır deyə belə yazdım. 30-cu suala keçirik. Uşaqlar. 30-cu sual. Əslində 30-cu sual adi təyin oblastdır. Deməli, ifadə belədir. Fx bərabərdir, kəsr xəttidir. Sürətdə x plus 1-dir, məxrəcdə isə x çıx 1-dir. Birinci sürətdən başlayırıq. Niyə sürətdən? Kök var deyə. Deyirik ki, kök mənfi ola bilməz. Yəni, sırf sürətə görə yox, kökə görə onu yazdıq. Məxrəc isə həmişə nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Niyə bütöv kəsri böyükdür, bərabərdir? 0 yazmadım. Çünki kök məxrəcə dəxli yoxdur, ancaq sürətə aiddir. Ona görə də sürətdədir deyə kök sürət müsbət olmalıdır. Məxrəc isə həmişə bilirik 0 ola bilməz deyə fərqli qoydum. Yəni, x böyükdür mənfi 1-dən. Burada isə deyirik x fərqlidir 1-dən. Yəni, bu demək ki, x mənfi 1-dən böyük bütün ədədlər ola bilər, amma 1 ola bilməz. Mənfi 1-də daxildir. Mənfi 1-dən böyük iştirikliyə inşallah 1 olamaz. Yəni, mənfi 1-dən 1-ə birləşir 1-dən müsbət sonsuz. Yəni, mənfi 1-dən böyük ədədlərin hamısı ola bilər 1-dən başqa. 31-ci sualda eyni qayda ilə keçirik 32-ci suala. Deməli, 32-ci sualımızda nədir məsələn? 32-ci sualımızın qaydasına gəlin baxaq. Deməli, 32-ci sualda verilib fx bərabərdir x kubu, jx bərabərdir 2x kvadratı, f(jx)-i bizdən istəyir. Yəni, bu mürəkkəb funksiyadır. İndi gəlin onu hesablayaq. Məsəl üçün, f5 deyəndə nə edirdik? Aparı funksiyada x-in yerinə 5 yazırdıq. f(jx)-dir deyə biz burada f-in yerinə aparıb j-nin qiymətini yazmalıyıq. J-miz nədir? 2x kvadratı. Yəni, f 2x kvadratını tapmalıyıq. Gəlin, f funksiyasını köçürək. F funksiyası x kubudur. Biz burada x-in yerinə 2x kvadratı qoymalıyıq. Bir də deyirəm, f jx funksiyasıdır. Jx nədir? 2x kvadratı yazdım yenə. Bu demək ki, f də x-in yerinə 2x kvadratı yazmalıyım. F funksiyası x kubudur. Burada bu x-in yerinə 2x kvadratı yazmalıyım. Yəni, 2x kvadratı yazdım x-in yerinə. Başındakı 3 də öz yerində. İndi bunu hesablayıram. 2'nin kubu ne edir? 2'nin kubu edir 8. X kvadratın kubu da edir x üstü 6. Mesela. Keçirik 34-cü suala. Mürəkkəb funksiyalar qarşıda var. Yenə yazacağım uşaqlar. Deməli 34-cü sualımız. 34-cü sualda deyir ki, y bərabərdir x kvadratı çıxılsın. Məxrəcdə x sürətdə x çıx 2-nin təyin olasıdır. Demək uşaqlar, x çıx 2 kökün altındadır. Kök mənfi olanmaz. Böyükdür, bərabərdir. 0 qoydum. Məxrəc isə 0 olanmaz. Fərqlidir 0-dan. Yəni, x 2-dən böyükdür. 0-dan isə fərqlidir. Gəlin, ədəd oxundaş qeyd edək. 2-dən böyükdür. Bu tərəfdə 0-da, burada da 0 olamaz. Onsuz 2-dən böyük ədədlərin içərisində 0 yoxdur deyə. Elə cavab 2-dən müsbət sonsuzluğa olmuş oldu. Keçirik 36-cı sualımız. Deməli, 36-cı sualımız belədir. Y bərabərdir. Kökün altında mənfi x plus 6 üstə gəl ayrıca 1 bölünsün. Kökün altında x plus 2. Deyir təyin oblastını tap. Birinci buradan başlayırıq. Kök mənfi olanmaz. X plus 6 böyükdür, bərabərdir 0. İkincidə də eyni şeydir. Kök mənfi olanmaz, amma o məxrəcdədir deyə məxrəc 0 da olanmaz. Yəni x plus 2 böyükdür 0 qoyacağım. Bərabər yox.
X bölü mənfi 2-dən. Bunu həll edəndə isə mənfi x bölü bərabərdir mənfi 6-dan. Mənfiyə bölürəm, x kiçikdir 6-dan. Ədəd oxunda ştrixləyək. Mənfi 2 və 6. 6 daxildir. Mənfi 2-dən böyük, deməli sağa, 6-dan isə kiçik. Bu da sola. Kəsişən hissə olur mənfi 2, 6 arası. Mənfi 2 daxil deyil, amma 6 daxildir. Bizdən isə istəyir, daxil olan tam ədədlərinin cəmini istəyir. Mənfi 2-dən 6-ya qədər olan tam ədədləri yazaq və toplayaq. Mənfi 2-nin özü daxil deyil. Mənfi 1-dən başlayırıq. Mənfi 1, 0, 1, 2, 3, 4, 5 və hətta 6-nın özünü də toplamaq məcburiyyətli. Burada da mənfi 1-dən 1 gedir. Qalanlarını isə toplayırıq, eləyir 20. Mesela. 37 uşaqlar yenə mürəkkəb funksiyadır. Yəni 32-ci sualdandır. Gəlin indi onu izah edək. Deməli, sualda deyir ki, fx bərabərdir x kosinus x kubu üstəgəl 5. Jx bərabərdir x kvadratı. İndi bizdən istəyir f jx. Bu demək ki, f j. J'miz nədir? X kvadrat. Fx kvadratı bizə lazımdır. F funksiyasını köçürürəm. Köçürdüm f funksiyasını. Burada x-ların yerinə həm bu x-in, həm də bu x-in yerinə x kvadrat yazdım. Yəni olur x kvadrat kosinus x kvadratının kubu. Sadəcə x-ları x kubu kvadrat elədim. Plus 5 də öz yerində. Elgir x kvadrat kosinus x üstü 6 üstə gəl 5 və salam. Davam edirik 39-cu sualına. 39. Deməli, sual belədir. Fx bərabərdir. Kəsir xəttli sürət 2 plus x. Məxrəc isə x kvadratı çıx 3x-dir. Deyir, təyin oblastını tap. Kökün təyin oblasti böyükdür, bərabərdir 0-dır. X böyük bərabərdir, mənfi 2-dir. Məxrəcin təyin oblastını tapanda isə fərqlidir, 0 qoyuruq. X ortaq çıxardıram. Deməli, x fərqlidir 0-dan və x çıx 3 fərqlidir 0-dan. Deməli, bu da demək ki, x 3-dən fərqlidir. Ədəd oxundan çəkək. Mənfi 2 daxildir. Mənfi 0, bir də 3. Mənfi 2-dən böyük bütün ədədlər ola bilər. Amma 0 və 3-dən başqa. Ona görə də bunu yazanlara kimi yazırıq. Mənfi 2-dən 0-a, 0-dan 3-ə və 3-dən müsbət sonsuzluğa. Yəni 0-dan 3-ün özü daxil deyil. Olur Y variantı uşaqlar. 41-ci sual funksiyanın tərsini soruşur. Y bərabərdir x kvadratıdır. Kvadratı yüksəltmənin tərsi nə olacaq? Kök almaq. Amma belə gəlin, həllini də yazaq. Deməli, 41-ci sualımız y bərabərdir x kvadratıdır. Y-in yerinə x yazırıq. X-in də yerinə y yazırıq. X bərabərdir y kvadratı olmuş olur. Buradan y kvadratı bərabərdir x yazıram. Y-i tapsam y bərabərdir kök altı x olmuş oldu. Vəssalam. Sonra uşaqlar 43-cü suala baxırıq. Deməli, 43-cü sualda deyir ki, y bərabərdir 2 çıx x. Daha doğrusu 49'u yazdım, bir dəqiqə. Daha doğrusu 44'ü yazmışdım. 43-cü sualımız 3x üstə gəlsin, kökün altında 3 çıx x-dir. Deməli, təyin olasını tapanda ayrı-ayrı böyükdür, bərabərdir 0 qoydum. 0'ı 3'ə böldüm 0 və 3 çıx x böyükdür, bərabərdir 0. Mənfi x böyükdür, bərabərdir mənfi 3. X kiçikdir, bərabərdir 3. 0-dan böyük 3-dən kiçiksə avtomatik 0-3 arasıdır. Amma yenə də gəlin ştrixləyək. Hər ikisi daxildir. Ona görə də hər ikisinin içini qaralayaq və birincidə 0-dan böyük dediyi üçün sağa doğru, ikincidə 3-dən kiçik dediyi üçün sola doğru yazırıq və daxil olan ədədlər 0, 3 arasında A variantı. 45-ci sualı yazmıram. 45-ci sual əvvəldə yazmışam ondan. 13-cü sualla eyni şeydir. 46-cı sualı yazaq. 46-cı sualda kök yoxdur. Yəni böyükdür, bərabərdir 0 qoymayacağım, amma məxrəc var. Məxrəc nə olmalı idi həmişə? 0-dan fərqli. Məxrəci fərqlidir, 0 qoyuram. Bunun diskriminantını tapanda 1-in kvadratı çıxın 4 vur 1 vur 1-dir. Yəni mənfi 3 edir. Diskriminant mənfi olmaq o demək ki, bu ifadə məxrəc, yəni 0-a bərabər olmur.
Sıfıra bərabər olmursa, deməli x-in yerinə nə qoyursan qoy, mənası var. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni heç vaxt məxrəc sıfır olmayacaq da, x-in yerinə nə qoyursan qoy, məxrəcin mənası olmuş olacaq. Davam edirik uşaqlar. 48-ci sualla. Deməli uşaqlar, 48-ci sual kök altında kvadratik funksiya verilib. Bunun sizdən qiymətlər çoxluğunu istəyir. Əslində kvadratik funksiyanın qiymətlər çoxluğunu mənfi d bölü 4 ilə də tapa bilərsiniz. Ası müsbətsə mənfi d bölü 4 da müsbət sonsuzluğa, mənfi isə sıfırdan mənfi d bölü 4 olur. Niyə sıfırdan? İzah edeyim. Normalda mənfi sonsuzluqdan mənfi d bölü 4 olurdu. Kök mənfi ola bilməz deyə sıfırdan mənfi d bölü 4 olur. Ası mənfi olanda. Deməli, bunu mənfi d bölü 4 ilə də tapa bilərik. Gəlin, mənfi d bölü 4 asını tapaq. Deməli, d bərabərdir b kvadrat, 2 kvadrat çıxsın, 4 vurub 1 vur 17. Deməli, 4 çıx 68 olur, mənfi 64. Mənfi d bölü 4-ə da yerinə qoysaq, olur 64, oldu müsbət, mənfi, müsbət. 4 vuramızda 1, 64-ü 4-ə 16 və bu ifadə 16, demək, kökün altındakı bu ifadənin ən kiçik qiyməti 16-dır. Kökün altındadır deyə 16-dan da nə çıxır? 4. Deməli, A-sı da müsbət 1-dir deyə 4-dən müsbət sonsuzluq olmuş olur. Çünki ən kiçik qiymətim 4-dür. Ən kiçik qiymətim 4-dürsə, digər qiymətlərim 4-dən böyükdür. Birinci üsul bu. İkinci üsul tam kvadrat ayıra bilərsiniz. İndi gəlin, tam kvadrat ayırmaqla da yazım. Deməli, kök altda x kvadrat, üstə gəl 2x. Üstə gəl neçə yazım ki, bu mənə x plus nəyinsə kvadratını versin. Onu necə tapırdıq? 2x deyil, 2x'i bölürük 2-yə. 1, 1-in kvadratı 1. Mən bura 1 yazmalıyam ki, bu mənə x plus 1-in kvadratını versin. 1-in də üstünə neçə gəlim? 17 eləsin, 16. Deməli, x plus 1-in kvadratı plus 16 olmuş olur. Yəni, bu bizə x plus 1-in kvadratını vermiş oldu. Deməli, kvadrat ən kiçik 0 ala bilir. 0 üstə 16 gəndə 16. Bu ifadənin qiyməti kök altda 16, yəni 4-də ən kiçik qiyməti. Bir də deyirəm, kvadrat ən kiçik 0 ala bilir. X kvadrat plus 1. X plus 1-in kvadratı ən kiçik 0 ola bilər. 0-ın üstə 16 gəlir, 16 edir. Kök altda 16-dan da 4 çıxdı. Deməli, ən kiçik qiyməti 4-dürsə, digər qiymətləri 4-dən böyükdür. 4 müsbət sonsuzluq olmuş olacaq. Davam edirik 50-ci sualla. Deməli, 50-ci sualımız nədir? Hazır ifadə verib, deyir, bu funksiya verib, deyir, qrafikini göstər. Uşaqlar, yerinə qiymət qoyub, qrafiki qurmaq olar. Amma ən rahat funksiyada verilən qiymətlərə baxaq. Qrafikə baxıram, orada ancaq x-in yerinə 1 və mənfi 1 qoyublar. Biz də gəlin, x-in yerinə 1 qoyaq. X-in yerinə 1 qoyanda alıram 3 vurub 1, çıx modulda 1. Modulda 1, onsuz da 1, 3-dən 1 çıxdım ki. Yəni 1 qoydum, 2 aldım. 1 qoyanda 2 alan elə bir dənə A variantıdır. Heç mənfi 1 yoxlamağa ehtiyac qalmadı. 52-ci suala baxıram. Deməli, 52-ci sualda səndən yenə təyin oblast istəyir, böyüdür, bərabərdir 0 qoyacağım. Elə əvvəldə var idi o sual. 6-cı sualdan eyni tipdədir. Yəni, hamısı bir kəsrin altındadır. Birbaşa kəsr formasında böyükdür, bərabərdir 0 qoyacağım. Ayrı-ayrı yox. Çünki ifadə bütövlükdə bir kəsrin, bir kökün altındadır. Bir də deyirəm, x plus 2 bölünsün, x çıx 1. Bir kökün altındadır deyə birbaşa o kökü böyükdür, bərabərdir 0 qoyacağım. Ayrı-ayrı 0-a bərabər edirsiniz. X bərabərdir mənfi 2 və x çıx 1 bərabərdir 0. Buradan da x-i 1 almış oluruq və böyük olduğu üçün cavab da böyük olmalıdır. Mənfi sonsuzluqdan mənfi 2-yə, mənfi 2 daxildir. Bir də birləşir 1-dən müsbət sonsuzda fikir verdiniz. Biri daxil, bir də deyirəm, kvadrat bərabərsi, ümumiyyətlə bərabərsilərin qaydası idi. Əgər böyükdür 0 varsa, cavab da böyük olmalı. Yəni, mənfi sonsuzdan mənfi 2-yə, 1-dən müsbət sonsuzda 2-ni daxil götürdüm. Biri isə yox, çünki məxrəc daxil olmur, çünki məxrəc 0 ola bilməz. İstəsəz intervallaya da bilərsiniz. Gəlin, istəyirsinizsə intervallayaq da. Ədəd oxu çəkirəm, mənfi 2 və 0. Mənfi 2-ni daxil götürürəm ki, sürət 0 olar, məxrəci yox. X-in yerinə 1-dən böyük ədəd qoyuram, tutaq ki 5. 5 üstə gəlir ki, müsbət 5 çıxır. 1 müsbət, müsbəti müsbətə böldüyüm üçün müsbət, mənfi müsbət. Bizdən də müsbətləri istəyir, mənfi sonsuzluq, mənfi 2, birləşir 1 müsbət sonsuzluq. Yəni, cavabım olmuş olacaq. Bir dəqiqə, 52-ci sualı yazıram. Olmuş oldu Y variantı uşaqlar. 53-də eyni qayda ilə 54-cü sualımıza gələk. Deməli, 54-cü sualımız budur. Fx bərabərdir. F daha doğrusu Fx yox. F 3x bərabərdir, 7x plus 2-dir. Bizdən də fx-i istəyir. Deməli, uşaqlar, birinci normal nəyi nəzərə almalıyıq? Fx funksiyası xətti funksiyadır. Kx plus b-dir.
f3x-i tapanda o deməkdir ki, aparıb x-in yerinə, yəni bu x-in yerinə 3x yazırsan. Yəni k vur 3x üstəgəl b olmuş olur. Və f3x buna bərabərdir. Bu, buna bərabər olmalıdır. Yəni 3kx plus b bərabərdir 7x plus 2-yə bərabər olmalıdır. Bu zaman x-ları bir-birinə, sərbəst ədədlər də bir-birinə bərabər olmalıdır. Yəni 3kx bərabərdir 7x-ə. Buradan x-ları ixtisar etsəm 3k bərabərdir 7-yə, k bərabərdir 7 bölü 3-ə. Sərbəst ədədlər də bir-birinə, b-si də 2-yə bərabərdir. Deməli, fx funksiyası k-sı 3-də 7-dir deyə 3-də 7x, üstə gəl b-miz də 2-dir. Bu şəkildə olmuş olacaq. Davam edirik uşaqlar. 56-cı sualdan biraz fərqli sualdır. Deməli, bloka düşmüş sualdır. Sualımız belədir. 7x üstəgəl kök altda 1 çıx a. Məxrəcdə isə x kvadrat üstəgəl ax plus 1. Deməli, deyir ki, a-nın hansı həqiqi qiymətlərində funksiyalar x-lənilən x üçün təyin olunub. Birinci buradan başlayırıq. Kök nə olmalıdır uşaqlar? Kökün altı müsbət olmalıdır. Yəni, 1 çıx a böyükdür, bərabərdir 0 qoydum. Mənfi a böyükdür, bərabərdir mənfi 1. Mənfiyə böldüm, a kiçikdir, 1 olmuş oldu. Bu öz yerində. İndi gəlirik ikinci tərəfə. Məxrəc nə olmalıydı? Deməli, ax plus 1 fərqlidir 0 olmalıdır. Bütün x-lar üçün təyin olunubsa, yəni təyin olunubsa mənfi sonsuz, müsbət sonsuzluq olması üçün diskriminant mənfi eləməlidir ki, uşaqlar. Deyək ki, diskriminant mənfi olmaq deməkdir ki, bu məxrəc heç vaxt 0 olmur. Yəni x-in yerinə nə qoyursan qoy, məxrəc 0 olmur. Yəni x-in istənilən qiymətində mənası var, təyin olunub. Deməli, diskriminant tapaq. Bilirik, b kvadratı çıx 4-əsədir. B-nin yerində a kvadratı durub, b kvadrat çıxılsın, 4 vurulsun, a-mız burada 1-dir. S-miz də 1-dir, kiçikdir 0. Yəni, a çıx 2, a plus 2 kimi vuruqlara ayırdım. Ayrı-ayrı 0-a bərabərində buradan 2, buradan mənfi 2 aldım. Kvadrat bərabərində kiçik olanda ədədlərin özünü götürürük, mənfi 2, 2 arası. Bu iki cavabı ədəd oxurunda ştrixləyib, ortaq cavabı götürmək lazımdır. Gəlin, ştrixləyək, mənfi 2. 2, ortada da 1 deyək və 1 daxildir, onu da qaralayaq. Birinci mənfi 2-dən 2-yə qədərdir, gəlin mənfi 2-dən 2-yə qədər ştrixlədik. O birisi isə 1-dən kiçikdir, 1-dən kiçikləri də ştrixlədim. Ortaq hissə mənfi 2, 1 arasıdır. Deməli, cavabım oldu mənfi 2, 1. Mənfi 2, bir dəqiqə tərs elədim. Mənfi 2 daxil deyil, 1 daxildir. 1-i qaralamışıq axı. Mənim cavabım oldu bu, mənfi 2, 1 arası. 57-ci suala baxıram. Qiymətlər çoxluğunu istəyir. Gəlin, yazaq. Əslində, qiymətlər çoxluğunu bayaqları mənfi d bölü 4 ayla da tam kvadrat ayırmaqla da yazdım. 50, bir dəqiqə, neçənci sual idi? O 48-ci sualı yazdım. Amma burada məsələ nədir? A-sı mənfidir. Əslində, kvadratik funksiyanın A-sı mənfi olanda mənfi sonsuzluqdan mənfi d bölü 4 aya olmuş olur. Yəni, tutaq ki, ən böyük qiymətini alırıqsa 5, deyirik ki, mənfi sonsuzluqdan 5-ə qədər. Yəni, 5-dən kiçik ədədlər olmalıdır. Burada da yenə deyirəm 5-dən kiçikdir. Amma kök mənfi olanmaz deyə 5-dən kiçikdir, amma 0-a qədər götürmüş oluruq. Gəlin, indi bunun mənfi d bölü 4-asını tapaq. D-sindən başlayaq. B kvadrat çıx 4-asıdır. B-miz 1-dir. Çıxılsın 4 vurulsun A-mız mənfi 1-dir. S-miz isə 2-dir. Bu edir 1 plus 8. Yəni 9. Mənfi d bölü 4-a da yerinə qoysam, mənfi 9, 4 vur, mənfi 1 A-mız mənfi 1-dir. 9 böl 4 eləmiş oldu. İfadəni də kökün altına salacağım. Çünki kvadratik funksiya kökün altındadır. Bu edir 2-də 3. Bir də deyirəm. A-mız mənfidirsə, bu bizim ən böyük qiymətimizdir. Deməli, ən böyük qiymətim 2-də 3-dürsə, digər qiymətlərim 2-də 3-dən kiçikdir. Mənfi sonsuzluq 2-də 3 olmalıydı. Amma kök mənfi olanmaz deyə 2-də 3-dən kiçik ədədlərdir. Amma 0-a qədər mənfiyə düşmürük. 0-dan 2-də 3-ə qədər olmuş olacaq. Deməli, uşaqlar, 59-cu suala baxırıq. Sualımız belədir. Deməli, f2x bərabərdir 5fx kvadrat çıx 8 şərti verilib. f0 çıxılsın 2f4-ü istəyir. X-in yerinə 0 qoyaq, f0 istəyirsə. Gəlin, x-in yerinə 0 qoysam, 2 vur 0 edir 0. 5f
0'ın kvadratı 0 çıx 8. F0'ları keçirəm bir tərəfə. F0 çıx 5F0 bərabərdir mənfi 8-ə, mənfi 4F0. Yəni elə bil ki 1x-dən 5x çıxdım. Nə olur? Mənfi 4. Mənfi 8-i də mənfi 4-ə böləndə F0 oldu 2. İndi ikinci halda bizdən F4'ü tapmaq lazımdır. Çünki F0 çıx 2F4 istəyir. F4'ü tapmaq üçün buranın 4 eləməsi üçün x-in yerinə nə qoymalıyım? 2. İndi x-in yerinə 2 qoyuram. X-in yerinə 2 qoyanda 2 vur 2 F4 eləyir. 5F2'nin kvadratı. Yəni bu da 4 eləyir. Çıx 8. İndi F4'ləri keçirəm bir tərəfə. F4 çıx 5F4 bərabərdir mənfi 8-ə. Bu da o deməkdir ki, mənfi 4F4. Niyə? Uşaqlar ki, x çıx 5x mənfi 4 eləyir də. Mənfi 8-i də mənfi 4'ə böləndə eləyir 2. F4 də oldu 2. Bizdən istəyir F0 çıx 2F4. Yəni 2 çıx 2 vur 2. 2 çıx 4 mənfi 2. Sağ ol. Davam edirik 61-ci sualla. Deməli uşaqlar, 61-ci sual biraz trigonometrik sualdır. Niyə trigonometrik sualdır? Fx-i verib arc kosinus x, gx-i isə verib 2x plus 3. Bizdən isə istənilən y bərabərdir fj mənfi 2-dir. Gəlin birinci j mənfi 2-ni tapaq. J mənfi 2. Yəni j'də x-in mənfi 2 qoyacağım. 2 var mənfi 2 plus 3. Mənfi 4 üstə gəl 3 mənfi 1. İndi gəlin tapmalı olduğumuz bunu tapmalıyıq. Tapmalıyıq fj mənfi 2'nin. Deməli j mənfi 2 neçə oldu? Mənfi 1. Yəni f mənfi 1'i tapmalıyıq. Yəni aparıb f funksiyasını x-in 1 qoyacağım. Yəni arc kosinus mənfi 1. Yəni uşaqlar kosinus mənfi 1'i harda alır? 180 dərəcədə də, yəni pi-də. Məsələn. Davam edirik uşaqlar 62-ci sualına. Nə deyir 62-ci sualda? Kökün altında ifadədir. Deməli, y bərabərdir kök altda 3 çıx x, bir də təzədən kökün altında x çıx 3. Burada hər kökə ayrı-ayrı baxmalıyım. Birinci balaca kökdən baxaq. X çıx 3 böyükdür, bərabərdir olmalıdır. X üstdən böyükdür. İkincidə də 3 çıx x böyükdür, bərabərdir 0. Mənfi x böyükdür, bərabərdir mənfi 3-dən. X kiçikdir, bərabərdir 3-dən. İndi mənə elə bir ədəd deməlisiniz ki, həm 3 və 3-dən böyük olsun, həm 3 və 3-dən kiçik olsun. Deməli, bunu ödəyən yalnız və yalnız 3-dür. Başqa ədədlər. Məsələn, 4 qoysam, bura mənfi eləyir. 5 qoysam da, 4 qoysam, bura mənfi eləyir. Məsələn, 2 qoysam, bura müsbət edir, onu bura mənfi eləmiş olur. Ona görə də bizə dənə 3 ödəyir ki, hər ikisini sıfıra çevirən qiymət olmuş oldu. Ya da ədəd oxumunu ştrixləyə də bilərsiniz ki, görəcəksiniz ki, ödəyən bir dənə 3-dür. 63-cü suala baxırıq. 3-4 dənə orada kök var, olsun. Yəni fərqi yoxdur, neçə dənə olur olsun. Biz onların hər birini ayrı-ayrı böyükdür, bərabərdir 0 qoyuruq. Sonra ədəd oxumunda ştrixləyirik və onların ortağını götürürük. Əslində eyni misaldan da fikir verirsiniz. Uşaqlar x çıx 3 böyükdür, bərabərdir 0. X 3-dən böyükdür. Heç birincini həll eləməyəcəm. 3 çıx x böyükdür 0-dan, mənfi x böyükdür mənfi 3-dən. X kiçikdir 3-dən. Ədəd oxumunda ştrixləsəm 3 daxil olmaqla. Birinci deyir 3-dən böyükdür. İkinci deyirsə 3-dən kiçikdir. Bunun ikisini də ödəyən bizə dənə 3-ün özüdür. Vəssalam. Heç birincini həll eləmədim. Əslində istəsəz birincini də həll eləyə bilərsiniz. Eyni cavaba gələcək üçün kəsişdirəndə. Keçirik 65-ci suala. Nə deyir 65-ci sualda? Y bərabərdir kökün altında x çıx 2-nin kvadratı bölünsün 25 çıx x kvadratının təyin oblastını istəyir. Kökün təyin oblastını tapanda böyükdür, bərabərdir 0 qoyuram. Yəni bu misalı böyükdür, bərabərdir 0 qoyub həll edirəm. Deməli, onsuz da sürət uşaqlar müsbətdir. Yəni, belə deyim də. Gəlin həll edək. X çıx 2 bərabərdir 0, x oldu 2. 25 çıx x kvadratının 0-a bərabərdir 25 bərabərdir x kvadratı birbaşa yazdım. X bərabərdir plus minus 5. Ədəd oxu çəkirəm uşaqlar. Mənfi 5, 2 və 5. Burada 2 daxildir. Amma mənfi 5 ilə 5 yox. Niyə? Məxrəc 0 ola bilməz ona görə. Bir dənə 5-dən böyük ədəd qoyuram 6. Sürətdə qoymayacağım. Çünki sürətin başında kvadrat var deyə. Onsuz da müsbətdir. Məxrəcdə qoyaq. 25 çıx 6-nın kvadratı, yəni 25 çıx 36 mənfi eləyir.
2 ilə 5-in arasına 3 qoysam 25 çıxır 3-ün kvadratı, yəni 25 çıxır 9 müsbət edir. Mənfi 5 ilə 2-nin arasına 1 qoyuram, 25 çıxır 1-in kvadratı müsbət edir. Həm də ki 2-nin sağı ilə solu eyni olmalı idi. Bunu bərabərlik mövzusunda demişdik. Başında kvadrat varsa sağı ilə solu eyni olur. 3 dənə müsbət yanaşı olmaz deyə o tərəf avtomatik mənfidir. Bizdən də müsbətləri istəyir. Mənfi 5-dən 2-yə, 2-dən 5-ə yaza bilərəm, amma yazmıram çünki 2-nin özü daxildir. Ona görə də mənfi 5-dən 5-ə yazırıq. Əgər 2 daxil olmasaydı, yazacaqdım mənfi 5-dən 2-yə birləşir 2-dən 5-ə qədər. Və salam. 64 də eyni qayda ilə, 66 da eyni qayda ilə keçirik 67-ci suala. 67-ci sualda yenə tam kvadrat ayıracağım. Yəni a plus b-nin kvadratı çıx nəsə də, yəni o formaya gətirəcəm. Gəlin yazaq. Daha doğrusu a kvadrat üzrə b kvadratın açılışına a plus b-nin kvadratı çıxılsın 2ab-ni tətbiq edəcəyik. Gəlin yazaq misalımızı. Deməli uşaqlar, a kvadrat üzrə b kvadratının vuruqları ayırıram. Açıq b-nin kvadratı üstəgəl 2ab kimi. Düzdür? Bu x bölü 4 nəyin kvadratıdır? X bölü 2-nin. 9 bölü x nəyin kvadratıdır? 3 bölü x-in kvadratıdır. Çıx. Daha doğrusu çıxmayla atıram. Çıx. Üstənəsin 2ab. Bir də edirəm. A kvadrat üzrə b kvadrat bərabərdir artıq b-nin kvadratı üzrə 2ab. Burada da bu 2 ilə bu 2 getdi, bu x-dan da x getdi. Yəni qaldı x bölü 2 çıxılsın 3 bölü x-in kvadratı plus 3. Sual verirəm, kvadrat ən kiçik nə ola bilər? 0. 0-ın üstünə 3 gəldim, 3 deməli ən kiçik qiymətim 3-dür. Yəni qiymətlər çoxluğum 3 müsbət sonsuzluq olmuş olacaq. Deməli, davam edirik 69-cu sualla. Deməli, neçə sualdır? 8 sualdır. 69-cu sualımıza baxırıq. Deməli, M mənfi 2, 5 nöqtəsi deyir ki, qrafikin bu nöqtədən keçir, bizdən qiymətlər çoxluğunu istəyir. Uşaqlar, biz əslində birinci qiymətlər çoxluğunu bayaq yazmışdım. Mənfi də bölü 4 ilə də yaza bilirdik. Dedik, tam kvadrat da ayıra bilərik. Mən burada nə edəcəm? Birinciyi amma bu kvadrat təngliyində m yoxdur, axı m tapmaq lazımdır. Onu da necə tapıram? Nöqtə verib mənfi 2, 5. Aparıb onu yerinə qoyaq. Deməli, burada birinci nöqtəmiz x-dir, ikincimiz y-dir. Yerinə qoyaq. X-in yerinə mənfi 2, y-in yerinə 5. 5 bərabərdir. Mənfi 2-nin kvadratı, üstə gəl m vur mənfi 2 plus 17. Kökdən azad eləmək üçün kvadrata yüksəldək. Yəni 25 bərabərdir 4 çıx 2 plus 17. Kvadrata yüksəldəndə 5-in kvadratı 25, sağ tərəfdə isə kvadrat kök apardı. Ədədləri keçir o tərəfə. 25 çıx 4 çıx 17 bərabərdir mənfi 2m. 25-dən 4 çıxdım, 21. 21-dən də 17-sini çıxanda eləyir 4. Mənfi 2m. Deməli, 4-ü də mənfi 2-yə böləndə eləyir m-imiz mənfi 2. Yəni, bizim funksiyamız düşür bu formaya y bərabərdir x kvadrat. M-in yerinə mənfi 2 yazdım. Mənfi 2x plus 17. Elə əslində bayaqki ifadə alınıbdır. Bu ifadə var idi haradasa. Deməli, 48-in çıxması da orada toplamaydı. Deməli, mən burada tam kvadrat ayırıram uşaqlar. X kvadrat çıxılsın 2x plus 1 plus 17 yazıram. Bu bizə verir bu 3-ü. X çıx 1-in kvadratı plus 16. Kvadrat ən kiçiyini ala bilir 0. Bu 0-dırsa 0 plus 16 edir 16. 16-dan da nə çıxır? 4. Deməli, qiymətlər çoxluğumuz 4. Müsbət sonsuzluq oldu. A-sı da müsbətli deyil, müsbət sonsuzluq olacaq. Və salam. Bu belə. 70 də eyni qayda ilə keçirik 71-ci suala. Qrafik uşaqlar görür, çox vaxt elə düşünür ki, çətin bir sualdır. Əslində, heç də çətin bir sual deyil. İndi şəkli çəkim, görəcəksiniz ki, həqiqətən də çətin sual deyilmiş. Deməli, indi şəklimizi çəkək. Uşaqlar, mən funksiyanın birini qara rənglə çəkəcəm. Birini də mavi rənglə çəkəcəm ki, bir-birindən seçə biləsiniz. Bu bizim fx funksiyasıdır. İndi jx funksiyasında mavi ilə çəkirəm sizin üçün. Bir də bu nöqtəni verib, buranı verib, mənfi 1,5. Yox, da doğrusu 3. Mənfi 3. Mənfi 1,5 buradır. Və burada 2 var. İndi gəlin o birisinin qrafikini çəkək.
Bu da Jx'in, mavidə olan Jx'in qrafiki uşaqlar. Bizdən deyir ki, bərabər fx böyükdür Jx bərabərsinin tam həllərinin cəmini istəyir. Harda? Fx Jx-dən böyükdür. Fx Jx-dən harda? Yuxarıdır. Fx-larımız hansılardır? Qaralardır. Fx mavidən yuxarıdır. Bax, burada Jx-dən yuxarıdır. Baxın. Bax, bir edirəm. Fx Jx-dən böyükdür. Yəni, Fx-i qara xətlə çəkmişəm. Jx-i mavi ilə. Qara xət mavidən yuxarıdır. Bir bu hissədə. Bir də, bax, burada. Bura daxil olan tam ədədlər. Mənfi 3-dən 1,5-ə qədər daxil olan tam ədədlər. Mənfi 3-ün özü, çünki mənfi 3-də daxildir. Mənfi 3-də o daha yuxarıdadır. Mənfi 2, mənfi 1 buradadır deyə mənfi 1-i götürməyəcəyik. Bir də 2-dən 5-ə qədər. 2-nin özünü götürmürük. 2 bunların 0 aldığı yerdir. 2-dən 5-ə qədər olan ədədlər 3, 4 və 5-in özünü də götürmüş oluruq. Çünki 5-də görürsün, bu bundan yuxarıdadır. 2-ni ona görə götürməliyik. Onların kəsişmə nöqtəsi heç biri böyük deyil. İşte bunları toplamaq lazımdır. Bununla bu getdi. 9-dan 2 çıxdıq. Oldu 7. Sabah. Deməli uşaqlar. Deməli uşaqlar. Ee, 74-ün ya da doğrusu 73-cü suala baxıram. 73-cü sualımız sual belədir. Fx istəyir. Aha, mürəkkəb funksiyadır əslində. Fx 1 çıx x-dir. Bizdən istəyir fx. Yəni f-də x-in yerinə f-in qiymətini qoy. Yəni 1 çıx x-da mən gətirib x-in yerinə bu ifadəni qoymalıyam. Kök altda 1 çıxılsın. Bir dənə də təzədən kök altda 1 çıx x. Və sizdən bunun təyin oblastını istəyir. Deməli uşaqlar 1 çıxılsın kök altda 1 çıx x böyüdür bərabərdir 0-dan. Mənfi kök altda 1 çıx x böyüdür bərabərdir mənfi 1-dən. Kök altda 1 çıx x kiçikdir bərabərdir 1-dən. 1 çıx x kiçikdir bərabərdir 1-dən. Mənfi x kiçikdir bərabərdir 0-dan. X böyüdür bərabərdir 0-dan. Bu öz yerində. Bir də əlavə olaraq bu kökün içi də müsbət olmalıdır. 1 çıx x böyüdür bərabərdir 0-dan. Mənfi x böyüdür bərabərdir mənfi 1-dən. Mənfiyə bölürəm də x kiçikdir. Buradan 0-dan böyük, 1-dən də kiçikdir. Yəni 0-dan 1-in arasıdır. Oldu 73-cü sual. C variantı. 74-cü sual. Təzə sualdır uşaqlar. Baxaq görək nədir sualımız. Deməli, belə bir şəklimiz var. Bura 6-dır. Burada 135 dərəcədir və fx funksiyasıdır. Gəlin birinci bunu tapaq. Deməli, k-mız demişdik ki, tangens alfadır. K bərabərdir tangens 135 dərəcə. Tangens 135-də alır mənfi 1. B isə y-i kəsdiyi yerdir. B də 6-dır. Yəni, bizim funksiyamız kx plus b-dir. K-nın yerinə mənfi 1, yəni mənfi x. Da 1x yazmırıq da. Üstəgəl b-imizin yerinə 6 yazım. Yəni, funksiyam budur. Fx funksiyam daha doğrusu. Gəlin bunu fx eləyək, jx-lə qarışdırmayaq. Yəni, bizdən nə istəyir? Deyir, fx-in tərs funksiyası verilib jx. Və bizdən istəyir fj2-ni tapmaq lazımdır. Mən sizə bunu belə bir şey izah edeyim. J2 tutaq ki, x-dir. Bu deməkdir ki, f(x)da çalır. Biləcəm. Yəni, onun tərsidir də. Deməli, gəlin, fx-də 2 alır. Belə deyirəm. J2, məsəl üçün bir x-dirsə, fx-də 2 alır. Gətirin, fx funksiyasını 2-yə bərabər edir. Fx funksiyası budur, bunu 2-yə bərabər edir. Mənfi x deyirsə 6-nı 2-yə bərabər edirəm. Mənfi x bərabərdir 2 çıx 6. Mənfi x bərabərdir mənfi 4. X bərabərdir 4. Yəni, J2 bərabərdir 4-ə. İndi gəlin tapmalı olduqma. Fj2-ni tapmalıyam. J2 nədir? 4. Yəni, F4-ü tapmalıyam. Gətirim, f(x) yerinə 4 qoyuram. Mənfi 4 plus 6. 1, 2. Salam. 75. Deməli, f funksiyası və j funksiyasının təyin oblastlarını verib. Onların cəminin təyin oblastını istəyir. Uşaqlar, elə bilin ki, belə deyim loru dildə. Bir adamdan görüş təyin eləməlisiniz. Birimizin 2-dən 6-ya qədər vaxtımız var. O birisinin də 12-dən tutaq ki, 4-ə qədər vaxtımız var. Siz indi hansı arada görüşə bilərsiniz? 2-dən 4-ə qədər görüşə bilərsiniz. Onun kimi ikisinin kəsişməsini tapacağım. Deməli, mən misalı bir də köçürmürəm. Promoyada doxunda ştrixləyək. Mənfi 5, mənfi 2, 3 və burada 6 deyək.
Deməli, mənfi 2 daxildir. Mənfi 5 ilə də 3 daxildir. Birinci, mənfi 2-dən 6-ya qədər vaxtı var. O birisinin isə mənfi 5-dən 3-ə qədər vaxtı var. Bunların kəsişməsi olur mənfi 2-dən 3-ə qədər. Deyir, daxil olan tam ədədlərin cəmi. Mənfi 2-dən 3-ə qədər tam ədədlər. Mənfi 2, mənfi 1 daxildir deyə özlərini də götürdüm. 0, 1, 2, 3. Bunları toplayanda eləyir 3. Mesela. Deməli, keçirik 78-ci sualımız. Sualımız belədir. Fx bərabərdir 3x kvadratı. Jx-imiz bərabərdir 4x çıx 1 və bizdən istəyir f2-ni tapmağa. Birinci f2-ni tapırıq. Gəlin tapaq. f2. 3 vur 2'nin kvadratı. Burada fx'da x-ni 2 koydum. 2'nin kvadratı 4, 4'ü də 3'ə 12. İndi f2'ni tapanda f2'miz neçədir? 12. Yəni mən j12'ni tapmalıyım. İndi j'də x yerine 12 yazıram. 4 vur 12 çıx 1. 48 çıx 1. 47. Mesela. 80. İfadənin ən böyük qiymətini istəyir. Mənfi d bölü 4'də da tapa bilərsiniz. Tam kvadratda ayıra bilərsiniz. Gəlin tapaq. 80. Fx bərabərdir 5,6 bölünsün x kvadrat plus x plus 2. Mən bunun ən böyük qiymət, ən kiçik qiymətini tapacağım. Gəlin tapaq. Diskriminant. B kvadrat çıxılsın 4ac. B'miz 1'dir, a'mız 1'dir, c'miz də 2'dir. Bu eləyir 1 çıx 8 mənfi 7. Mənfi d bölü 4'də da yerinə qoyuram. Olur müsbət 7, 4 vur 1. Yəni oldu 4'də 7. Gətirib məxrəcimin yerinə 4'də 7 qoyacağım. Yəni ifadəm olur belə. Fx bərabərdir 5,6 böl 4'də 7. Böləndə birinci qalır, ikinci tərsinə vurulur. 5,6'nı 7'yə böləndə 56'nı 7'yə böləndə 8 eləmirdi. Elədi 0,8. 0,8'də 4'də 3,2. Həssalam. 82-ci sual. Deyir ki, yenə ifadənin ən böyük qiymətini tap. Modul ən böyük nə ala bilirdi? 0. Bir dənə onu. Modul ən kiçik nə ala bilir? 0. Bu yenə deyirsiniz ki, mənim ən böyük deyirsiniz, ən kiçik qoydunuz. Çünki məxrəc kiçik olsun ki, kəsirin cavabı böyük olsun. 20 bölünsün. 0 plus 5 eləyir 20 bölü 5 oldu. 4. Əssalam. İndi gəlirik 84-cü suala. Mürəkkəb funksiyadır, yerinə qoymaq lazımdır. Gələk 84-də. Əslində biraz diqqət tələb edən misaldır. Çünki yerinə qoyanda, qarışdıranda sonra cavab düz alınmaya bilir. Deməli, bunu verib bizdən istəyir f(jx) bərabərdir j(fx)-ə. Deməli, uşaqlar, f-də x-in yerinə j-nin qiymətini qoyuruq. Gəlib qoyaq. Deməli, uşaqlar, bir edirəm, f-də bu x-i götürəcəm. Gəlin bir-bir tapım, sonra bərabərləşdirim. f(j) tapım. Yəni, f funksiyasını köçürdüm. F funksiyasında x-in bu qiymətinin yerinə j-nin qiymətini qoyuram. Bir də deyirəm, f(j)ni tapanda, yəni f-də x-in yerinə j yazmalıyam da. Bu olmalıdır j. Yəni f5 tapanda x-in yerinə 5 yazmalıyam. f(j)ni tapanda x-in yerinə j yazmalıyam. İndi gətirək j-ni qoyaq j yerinə. J-miz nəyə bərabərdir? J-miz bx plus 6-dır. Bx plus 6. Kənardakı b də öz yerində. İndi j(f)i tapıram. Deməli, j funksiyasını köçürürük. Yəni bx plus 6'nı köçürürük. J(f)i tapmaq odur ki, j-də x-in yerinə f qoy. Bunu f eləməliyəm. Deməli, gətirək qoyaq. B vur. F-in yerinə nə yazıram? 2x plus b. F-in budur. Üstə gəl 6-da yerində. Bunu buna bərabər edirəm. Və salam. Gəlin bərabərləşdirək. Mürtəzəni vurub açaq, bərabərləşdirək uşaqlar. Deməli, 2-ni bx-ə vuranda 2bx. 2-ni 6-ya vururam 12. Üstə gəl b. Bərabərdir. 2-ni b-ni 2x-ə vururam 2bx. B-ni b-yə vururam b kvadratı plus 6-da yerində. Bu 2bx-lər gedir. Niyə? Biz o tərəfə keçirəndə
mənfi olur deyə getdi. Yığıram bir tərəfə 12 plus b çıx b kvadrat çıx 6 bərabərdir 0. Mənfi b kvadrat plus b plus 6 bərabərdir 0. 6 adam çıxdı, 12-dən 6-sını çıxdım. Mənfiyə bölək. Bunu da diskriminantdan da tapa bilərsiniz. Mən V7-dən tapıram. Vuranda mənfi 6, toplayanda isə müsbət 1 eləyən ədəd 3 və mənfi 2-dir. Vuranda mənfi 6 eləyir, toplayanda isə müsbət 1 eləməlidir V7-ə görə. Bizdən də B-nin müsbətini istəyir. Təbii ki, mənfi 2 olmayacaq müsbət. Cavab oldu müsbət 3. Mesela 86-cı suala baxırıq uşaqlar. 20 misalımız qalır. Baxaq, 86-cı sualımız. Demək uşaqlar, qrafik verib, birinci onu çəkək. Belə bir qrafikdir. Fx funksiyasının qrafikidir. Bura 3-dür. Bura isə 7-dir. Mən bu funksiyalarda verilən qiymətləri yazacağım. Yəni, burada x 3 olanda funksiya x oxunu kəsirsə y nə olur? 0. Yəni, f3-də 0-dır. Burada y 7-dir. Y oxunu kəsirsə x nə olur? 0. Yəni, f0-da da alır 7. İndi gələk bunun tərs funksiyasına. Tərs funksiyasında bunlar yerin dəyişir. Yəni, f3-də 0 alırsa, j funksiyasında 0-da 3 almış olur tərsinə. F0-da 7 alırsa, j 7-də 0 almış olur. Və bizdən də istəyir ki, j k-2 bərabərdir 0 olarsa, k neçədir? J funksiyası 0-ı neçədə alır? 7-də. Deməli, bura 7 olmalıdır ki, j 7 0-a bərabərdir. K-2-ni 7-yə bərabər edirəm. K olmuş oldu 9. Və salam. Gəlirik o bir məsələyə. Deyir ki, nəsə bilet alırlar. Misalın əsas hissəsini oxuram. Uşaq bileti tam biletin 2də biridir. Yəni yarısıdır da. Tam bilet məsələn 50 manatdırsa, uşaq bileti 25 manatdır. Və uşaq biletinin də 5də biri bagajdır. Bagaj 10 manatdırsa, uşaq biletini x deyirəmsə, onun 5də biri bagajdır. Uşaq biletinin, baxın bir də deyirəm, uşaq biletinin 5də biri bagajdır. Bagaja 10 manat vermişəm. Uşaq biletinin 5də biri bagajdır, 10 manatdır. Buradan uşaq bileti oldu 50 manat. Sonra deyir ki, uşaq bileti tam biletin 2də biridir. Yəni, tam biletin 2də biri uşaq biletidir. Yəni, 50 manatdır. Buradan da belə çıxır ki, tam bilet 100 manatdır. Və salam. Sonra keçək 90-cı sualımıza. Deməli, 90-cı sualımıza baxaq. Deməli, nə deyir 90-cı sualda? Deyir ki, şəkil verib, f0, j0 və j5-i tapmaq lazımdır. Gəlin, şəklimizi çəkək. Deməli, uşaqlar, bura mənfi 3-dür. Bura 3 nöqtəsidir. Deməli, burada belə bir nöqtə verib, 4 nöqtəsində olub 5 və 5 nöqtəsində isə bu alıb 6. Bu fx funksiyasıdır. F-in verilən qiymətlərini gəlin yazaq. Deməli, birinci buradan başlayıram. F mənfi 3-də nə alır? 0. Deyəsiniz, niyə? X oxunu kəsirsə, y 0-dır. Birinci buradan başladıq. Sonra 0-da nə alır? 3. F0-da alır 3. F4-də nə alır? 5. F5-də nə alır? 6. F5-də də alır 6. Aha, bu belə öz yerində. J də bunun tərsidir. Gəlin, tərs funksiyasını yazaq. Deməli, F mənfi 3-də 0 alırsa, J 0-da mənfi 3 alır. J 0-da 3 alırsa, F 0-da 3 alırsa, J 3-də 0 alır. F4-də 5 alırsa, J 5-də 4 almış olur. F5-də 6 olursa, J 6-da 5 almış olacaq. İndi gəlin tapmalı olduğum ifadəyə. Mən burada nəyi tapmalıyam? Mən tapmalıyam burada F0, üstə gəl J0 və J5-i. Gəlin bir-bir baxaq. F0, 3. J0, mənfi 3. Üstə gəl J5. J5-də də alır 4. Bu eləyir 4. Mesela. Bitti.
Davam edirik uşaqlar. 91-ci sual. 91-ci sual ən çox bloka düşür. Yəni bu sual buraxılışa düşmə ehtimalı çox az olan sualdır. Amma bizə hanım verək. X plus 1 olsun f x çıx 1 plus 1'dir. Deyir f1'i tap. Deməli burada məqsəd nədir? Birbaşa x-in yerinə 1 qoysaq nə baş verir? Bu səhvdir, amma yenə izah deyirəm. Niyə yəni 1 qoymuruq? 1 çıx 1 plus 1 bu edir 2 f0 plus 1. İndi biz f0'ın qiymətini bilirikmi? Yox. Yəni x-in yerinə birbaşa aparıb 1 qoymağın mahiyyəti yoxdur. Niyə? Biz elə qiymət qoyuruq ki, bura sıfıra çevrilsin. Niyə? Bu sıfır olanda f bura neçə olur olsun? Sıfır nəyə vurum? Sıfır olacaq. Üstünə bir gələcəm, cavab tapacağım 1. Yəni qiymət alacağım. Ona görə də buranı sıfıra çevirən qiymət -1'dir. Ona görə də x-in yerinə ilk əvvəl -1 qoyuruq. Gəlin qoyaq. F -1'i tapmaq istəyirəm. -1 plus 1 vurulsun f -1 çıx 1 plus 1. Bu eləyir 0 -1 üstə gəl 1 0. F -1 çıx 1 -2 plus 1. F -2'ni sıfıra vurdum 0. Sıfırın üstündən 1 gəldim elədi 1. İndi x-i artıra gedirəm. -1 qoydum. İndi x-in yerinə 0 qoyuram. Növbəti dəfə. Gəlin x-in yerinə 0 qoyanda nə baş verir? İndi bu dəfə birbaşa qoyacağım uşaqlar. X-in yerinə 0 qoyun. F0. 0 üstə gəl 1 eləyir 1. 0 çıx 1 -1. Üstə kənardakı 1. Uşaqlar 1 vur f -1. F -1'i tapdıq. Nə idi? 1. 1 vur 1 plus 1 elədi. Gördünüz? Burada tapdığımı burada yerinə qoydum. F -1'i burada tapmışdım 1. Gətirdim ona görə də f -1'in yerinə 1 qoydum. İndi x-in yerinə qoyuram 1. Elə bizə f1 lazımdır. Bunu tapsaq misal bitmiş oldu. f1 gəlin x-in yerinə 1 qoyuram. 1 plus 1 eləyir 2. F 1 çıx 1 0. Kənardakı 1 də yerində. İndi gətirirəm. F0'ın yerinə öz qiymətini qoyuram. F0'ı neçə almışam? 2. Deməli 2 vur 2 plus 1. Bu da eləyir 5. Davam edir uşaqlar. 93-cü suala. Gəlin baxaq. 93-cü sual. Nədir 93-cü sualda? Deyir yenə təyin oblasına daxil olmayan ən böyük və ən kiçikdən istəyir. Gəlin təyin oblası tapmalıyıq. 93. Sual belədir. Fx bərabərdir. Kök altda eyni kökün altındadır. X kvadrat plus x plus 2. Məxrəcdə isə x kvadrat çıx 16. Deməli biz bu ifadəni bütövlükdə böyükdür, bərabərdir 0 qoymalıyıq. Qoyduq. İndi ayrı-ayrı sıfıra bərabər edib köklərini tapmaq lazımdır. Yuxarıdakı diskriminantını tapanda 1'in kvadratı çıxsın 4 vur 1 vur 2, yəni -7 olmuş olur. Bu ifadə getdi. Yəni onun diskriminantı mənfi olmaq o demək ki, o ifadə heç vaxt sıfıra bərabər deyil, həmişə müsbətdir. O getdi. Qaldı məxrəc onda. X kvadratı çıx 16 böyükdür 0 qoyub yalnız bunu həll etmək lazımdır. Görürsünüz, bərabər götürmədim. Niyə? Çünki məxrəc 0 ola bilməz. Bunu da həll eləsəm x çıx 4 x plus 4'dür. Yəni bizə 4 və -4 vermiş olacaq. 0'a bərabər eləsəm. Və böyük olanda da cavabım mənfi sonsuzluqdan -4'ə birləşir. 4'dən müsbət sonsuzluq oldu. Bunu bərabərsizlikdə izah eləmişdik. İntervallaya da bilərsiniz. Oldu bu. Bura daxil olmayan ən böyük ədəd 4'dür. Ən kiçik ədəd də -4'dür. Bunların cəmini istəyir sizdən. -4'ün 4'ün də cəmi olacaq 0. İndi 95-ci suala baxırıq. Nə deyir 90? Deyir ki, təyin oblasının mənfi sonsuz müsbət sonsuzluq olması üçün anı mümkün qiymətlərini tapın. Deməli uşaqlar, təyin olmasının mənfi sonsuz müsbət sonsuz olması üçün bu müsbət olmalıdır. Niyə izah edeyim? Kökün altında x kvadratı plus müsbət bir ədəd olsa, məsəl üçün 2. 2 olmasın 3 olsun. Fərqi yoxdur. Deməli bu deməkdir ki, bu kök həmişə müsbətdir. Niyə? X
kvadratın müsbətdir. X kvadratın üstünə müsbət ədəd gəlirəmsə, avtomatik müsbətdir. Yəni x istənilən ədəd ola bilər. Yəni mən bura x yerine nə qoyuram qoyum? Mənfi 50 qoyum, 30 qoyum, 5 qoyum, 0,5 qoyum. Həmişə kök mənfi müsbət olacaq. Ona görə də təyin oblast mənfi sonsuzluq, müsbət sonsuzluq olmuş olacaq. Yəni məsələ odur ki, bu müsbət olsun. Yəni 4a çıxılsın a kvadrat plus 12 böyükdür, bərabərdir 0 olsun. Mənfiyə bölək a kvadratı çıxılsın 4a çıxılsın 12 kiçikdir, bərabərdir 0 qoyaq. Vuranda mənfi 12 toplayanında isə müsbət 4 eləyən ədəd lazımdır bizə. Bu da mənfi 2 ilə 6'dır. Vuranda mənfi 12 eləyir. Toplayanda da müsbət 4 eləyir. Və kvadrat bərabərlik kiçik olanda aldığımız cavablar bizim həllimiz olmuş olur. Yəni mənfi 2 6 olmuş oldu. Bizdən soruşur A-nın mümkün qiymətlərinin cəmi, tam qiymətlərinin cəmi. Mənfi 2-dən 6'ya qədər. Mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6'nı toplamaq lazımdır. Burada 1 ilə 1, 2 ilə də mənfi 2 getdi. Yerdə qalanları da topladıq, oldu 18. Deməli, sualımız belədir. Y bərabərdir kök altda 7x çıxılsın x kvadrat çıxılsın 10 təyin oblastından. Birinci bunun təyin oblastı tapıram. Deməli, kökün təyin oblastı böyükdür, bərabərdir 0 qoydum. Mənfiyə böldüm. X kvadrat çıxılsın 7x plus 10 kiçikdir, bərabərdir 0. Vuranda 10, toplayanda da 7 eləyən ədəd 2 ilə 5'dir. Kiçik olanda ədədlərin özü olmuş olur. Cavabın bərabərliyi, yəni 2-5 arası olmuş oldu. Və bizə deyir ki, bunun moduldan olan ifadənin qiymətini tapmaq lazımdır. Gəlin modulda olan ifadəmizi köçürək. X-in yerinə təyin oblastının 2 ilə 5'dir. X-in yerinə 2 ilə 5'in arasında bir qiymət qoyaq. Tutaq ki, deyək 3. 3 çıx 5 mənfi edir. Modul mənfi olanda onun yerini dəyişirik ya da qarşısına mənfi qoyuruq. Buraya olacaq 2,1 üstə gələnlisin 2 vur 3 müsbət donsuzda toplamadırsa yazdım yerinə. İndi buna gəlirəm. 3 çıx 2 müsbətdir. Olduğu kimi qalacaq. Amma qabağında mənfi varsa işarələr dəyişdi. İndi burada 2x-dən x-i çıxdım 1x. O 1x-dən bu x-i çıxdım getdi. Qaldı ədədlər 5 ilə 2,1'i toplayıram. 7,1, 7,1'in üstünə 2 gəlirəm. 9,1 eləmiş oldu uşaqlar. Uşaqlar 99-cu sual qiymətləri çox oldu. Mənfi də bölü 4'dan tapırıq. Onu yazmayacağım. 100-cü suala baxıram. 100-cü sualımıza baxaq. 100-cü sual. Sual belədir uşaqlar. Deməli bizim üçün belə bir qrafik verib. Grafikin kəsişmə nöqtələrini verib. Mənfi 3 və 2. F 2 çıx 5x kvadrat bərabərdir 0 verilib. Deyir ki, bu təyinin neçə müxtəlif həlli var. Gəlin bunu həll edək uşaqlar. Deməli, verilən nöqtələri yazıram. Bu nöqtələrimiz budur. Burada 2 nöqtə var. F mənfi 3 bərabərdir 0 və F 2 0'dır. Niyə? Bir də deyirəm, niyə 0'a bərabərdir? Çünki x oxunu kəsirsə, funksiya 0'a bərabərdir deməli. Yəni, bizdən də soruşur, bu funksiyanın hansı nöqtələrdə 0'a bərabərdir? Mənfi 3 və 2 nöqtəsində. Deməli, 2 çıx 5x kvadratı 1 mənfi 3 olanda 0 alır funksiyamız. Bir də 2 çıx 5x kvadratı 2'yə bərabər olanda 0 almış olur. Gəlin buradan həll edək. 2'dən 2 çıxıram 0. X kvadratı 0'ı 5'ə böldüm. 0. 0 nəyin kvadratıdır? 0. İndi buna. Mənfi 5x kvadrat bərabər mənfi 3 çıx 2, yəni mənfi 5. Mənfi 5'i mənfi 5'ə 1. Kvadratı 1 olan ədəd plus minus 1. Neçədən cavab aldım? 3 dənə. Mənfi 1, 1, 0. Cavab oldu 3. Uşaqlar 102'ni də yazmıram. Qiymətlər çoxluğu mənfi də bölü 4'dadır. Əvvəldə yazmışam ondan. Baxa bilərsiniz. Məsəl üçün 57-ci suala. 102'ni də yazmıram. 102'yə də ayət yazmışdım. 78 falan onlardan var idi. Ona görə də bir onlar yazmıram. Yazaq. Bir dəqiqə 103-cü sualımız bir dəqiqə 78'ə oxşuyur. Amma ondan deyil. Bir dəqiqə 54-cü misalın eynidir. Gəlin onu yazın uşaqlar. Gəlin yazın. Deməli 103 F
3x çıx 1 bərabərdir 2x plus 7. Deməli uşaqlar, f funksiyam kx plus b-dir, düzdürmü? Deməli, məndə verilib f 3x çıx 1. Bu deməkdir ki, fx da x-in yerinə 3x çıx 1 qoymalıyım. Yəni, k vurulsun 3x çıx 1 olmuş olur. Üstə gəl b də öz yerində qalmış oldu. Bunu buna bərabər edəcəm. Möhtəzəni vurub açıram 3kx çıx k plus b bərabərdir 2x plus 7-yə. Deməli, 3kx bərabərdir 2x-ə, x-ləri ixtisar elə 3k bərabərdir 2-yə, k da bərabərdir 3-də 2-yə. Sərbəst ədlərdə bir-birinə. Sərbəst əddi bunun budur, burada da budur. Mənfi k plus b-ni 7-yə bərabər edirəm. Mənfi k, mənfi 3-də 2, üstə gəl b bərabərdir 7. 7-nin üstünə 3-də 2 gələndə 7 tam 3-də 2 olmuş oldu. Bu da oldu bizim b-miz. Yəni, f funksiyam oldu 3'də 2x, üstə gəl 7 tam 3'də 2. Oldu mu? Bunu saxlayaq, hələlik J5-i tapaq. Silirəm uşaqlar bunu. F funksiyam budur. İndi J-yə gələk. Deməli, J funksiyamı verib belə. J 2x çıx 3 bərabərdir 3x çıx 1 uşaqlar. İndi nə edirəm? Yenə J xətti funksiyadır. Yəni, Jx funksiyası kx plus b-dir. Gətirib burada məndən J 2x çıx 3 istəyir. Yəni, bu demək ki, x-in yerinə 2x çıx 3 qoyacam. K vurulsun 2x çıx 3 plus da b. Bunu buna bərabər edəcəm. Möhtəzən vurub açıram 2kx çıxılsın 3k plus b bərabərdir 3x çıx 1. X-ləri bir-birinə bərabər edirəm. Yəni, 2kx bərabərdir 3x-ə. X-ləri ixtisar elədim. 2k bərabərdir 3, k bərabərdir 3 bölü 2, yəni 1,5-ə. Sərbəst ədlərdə bir-birinə mənfi 3k plus b-ni də mənfi 1-ə. K-nın yerinə mənfi 1,5 qoyacam. Mənfi 3 vur 1,5 plus b bərabərdir mənfi 1. B bərabərdir mənfi 1 üstə gəl 4,5. Bu mənfi 4,5 edir. Digər tərəfə keçəndə müsbət 4,5. Bu da elədir 3,5. Yəni, Jx funksiyamızda oldu 1,5x üstə gəl 3,5. Bizdən də istəyir FJ5-i. Gəlin bunları da silirəm. Bizdən istəyir FJ5-i. Birinci J5-i tapıram. Gətirəm burada 5 qoyuram. 1,5 vur 5 üstə gəl 3,5. 1,5-i 5-ə 7,5. 7,5-in üstünə 3,5 gələndə 11 eləmiş olur. İndi gəlirik FJ5-i tapmaq, yəni F11-i tapmağa. 3'də 2x üstə gəl budur da, düz durmaz. X-in yerinə 11 qoyuram. 3'də 2 vur 11 üstə gəl 7 tam 3'də 2. Eləyir bu 3'də 22 plus 3'də 7 dəfə üçün 21 üstünə də 23. Yəni 3'də 45. 45'də 3'ə böləndə 15 eləmiş oldu. Uşaqlar, davamını da özünüz yazarsınız. Yoruldum.